Mhm. Deməli, indi mən baxıram birinci suala. Deməli, birinci sualda əsas məsələ nədən ibarətdir? Deyir Hı. ki, şərt oxumayacağam, gərək yoxdur şərt oxumağa. Ümumiyyətlə deyir insert chart B2 xanasına deyir hansı qiymət var? Buranı soruşur bizdən. Bura deyir hansı qiyməti yazmaq lazımdır. Bunu tapmaq üçün mən hərə bir metodla deyil, öz yolumu deyəcəm. Bura baxıram ki 50-dir, bura baxıram ki 25-dir. Deməli, bunun mən toplamını tapmalıyım. Toplam hissəsini tapmalıyım, yəni toplam cəmin deyirəm də, yəni Hı. bu üçünün cəmi bir ədəd eləməlidir. Onu tapmalıyıq əvvəla biz. Çünki B2 xanasında onu tapandan sonra zaten bu avtomatik özü çıxacaq. Bunu tapmaq üçün baxın, x-i vuracam. Məsələn, burada 50%-dir də, düzdür? Hı. Bura Hə. 25 və bura Hə. 25. X-i bir dəfə vururam 50%-ə. Bölürəm 100%-ə. Baxın, bərabər eləyəcəm bax bu 50-yə. Bir dəfə bu 50-yə bərabər eləyirəm. Görün tam aydın olur 50-yə. 50 ədədin özünə bərabər eləyirəm. Bəli. Bunlar ixtisar getsə 2, bura eləyəcək 100. Baxın, mənim bu bax 1 yazacağam bura. Bu elədiyim həll qaydası ikincinin də toplamında 100 almaq Düzdür. lazım ona görə. İndi gəlirəm bax burada əlimdə 25 var. X 2 bura sıfır 25 25%. Bax bölünsün faizlər. 100% Aha, bərabərdir 50. 25-ə və 25. İndi buna bərabər edirəm. 25 faizi götürmüşəm ha burada. Bax yazmışam yanına faiz. Bölünsü 100% bərabərdir 25 ədəddir bu. Bu ədəddir. Bunlar da ixtisar getsə, bu da eləyər 100. Deməli. Mən baxın, əgər bu şərt hər ikisinə də eyni cavab alıramsa 100-100. Deməli, mənim elədiyim yolum düzgündür. Yəni, bunun toplamı 100 eləməlidir. Toplam 100 eləməlidir. Cavab 100 demirəm. Aha. Bura 50-dir. Bura 25-dir. Eləyir 75. Bura neçə qalacaq ki 100 eləsin? Ara. Bax, bura bu x. Neçə eləyər? Bura neçədir dediniz müəllimə? Baxın, bura 50-dir. Hı. Üstə gəlirəm 2x, üstə gəlirəm 25. Hı. Ümumisini neçə tapdım? 100. Aha, 100. X neçə eləyəcək indi? Burada 75 üzərinə bəli 100 sıx 75 25. 25. Aha, cavab oldu 25. Hı hı. Və belə. Bildim. Başa düşdüm. Aydındır. Aha. Aydınlıza keçir növbəti sualımızın izahını. Gecə 2-yə. 2 də bunun kimidir. İndi baxıram 2-yə də. Bax, mən bir kitabın üstündə normal görünmür. Biri 50%-dir bura. Bura neçədir? Məndə PDF-dir, məndə heç vəbşə görsənmir. Bura Yuxarı neçə? 50-dir o. bu 50-dir. Hı hı. Bura neçədir? Köhnə kitab bir dəqiqə görüm köhnə kitab yanımdadır. Bir dəqiqə. Köhnə kitabda görüm görsənir. Ora neçədir? Mən görmürəm buradan çünki. Bir dəqiqə köhnə kitaba mən baxım görüm. Köhnə kitabda dəqiqə bura 50-dir. Bura verib 30. Buranı 30 verib. Buranı da verib 20%. Köhnə mənim əlimdə dəqiqə təzə kitab yoxdur məndə hal-hazırda. Hı. İşdədir çünki. Ən Yuxarıdakı elə bir 80% oxşuyur. Aşağıdakı 20% oxşuyur elə bir. yox, bura 20-dir. Köhnə kitabda aydın görsənir. Hə, yaxşı. Köhnə kitab məndə var, orada çox aydındır. Eyni sualdır çünki. Köhnə kitabla bu Hə, eynidir. onsuz da demək olar eyni suallardır köhnə ilə bunda. Bir balaca fərqlidir, başqa Hı. eynidir. Baxıram çünki eynidir. Bura 50-dir. Bura 30, Bəli, bura mən 20. eləyim. Bu Eləyin, buyurun. yuxarıdakı ilə eynidir də. Bəli, bəli. Deməli, mən də burada nə eləyəcəm? Birinci, x vurulsun 40%, düzdür? 40% Bölünsün yoxdur axı burada müəllimə. 50, hə, 30, 50 50 saçdım. X vurulsun 50%, bölünsün 100%, bərabərdir bu 40-a. Məsələn, siz 40-a bərabərləməlisiniz. Baxın, əvvəla bir şeyi məntiqlə yanaşın ki, burada 60-dır, baxın burada 40-dır ən azından, düzdürmü? Aha. Siz buranı 40-a bərabər eləyirsiniz, düzdür? Hı. Amma fikir verin ki, burada 40-dan böyük 60 var. Ən azı 50% desəz 60-a başa düşərəm ki, 40-ı deyə bilməzsiniz. Niyə səbəbi var? Çünki 60 axı 40-dan kiçikdir. Hı. Baxın, burada bircə dənə böyük bir ədəd olacaq. Sonra 30 olacaq, sonra 20 olacaq. Baxın, əvvəla bu suallara yanaşma olmalıdır. Hı. 60-40. Buradakı ədədi mən bilmirəm, bura neçədir. O mənim üçün məhculdur. Amma x vuraq 50% götürmüşüksə, belə 100. Mən heç vaxt 40-a bərabər eləyə bilmərəm. Çünki 40-dan böyük ən azından bir 60 var burada. Baxın. Onda 60-a bərabər eləyək də. Ən azından bir dəfə 60-a bərabər eləyin görək bir nəsə ala bilirsiniz. Belə 60-ya Burada 60. olacaq 50
Olmasa X sonra başqa şey bərabərdir baxacaqsınız. 60 vur 100. X bərabərdir 60 vurulsun 100 bölünsün 50. Bu Bunlar 600 bölünsün 5 eləyir. hə Düzdür? 600 bəli bölünsün. Bölünsün 5. Bu da İndi o eləyəcək 600-ü də 5-ə böləndə 60-ı bir dəfə 5-in 5. 120. 6-dan 5 çıxanda 1 10 2 120. 120 Bura 120. oldu 120. Baxın, burada aldığım bu 120, digər variantda da bax bu 40-la da həll eləsəm, baxın bura 1 yazacağam, bura 2 yazacağam. Məsələn, x-i vuraram. Tutaq ki, indi 40-ı götürmək istəyirəmsə əgər, məsələn, tutaq ki, 30-a. Hı -hı. Məsələn deyirəm 30%-ə. Bölərəm 100%-ə. 100 Bərabər eləməliyəm 40-a. Düzdür? 40. Bu Bəli. sıfırları buradan ataram. Eləyər x bərabərlə 400 bölək 3 eləyər. Bəli. 400-ü də 3-ə bölsək təxminən düşər baxın 133 nöqtə neçə. Deməli bax bu x 30% bölünsün 100% 40-a heç bir zaman bərabər ola bilməz. Hı -hı. Düzdür. Deməli mən başqa bir yolla getməliyəm. Baxın, başqa bir yolla gedəcəm. Çünki fərqli oldu. Baxın, göstərməyə çalışıram ki, niyə götürə bilmirik? Səbəbi var bunun. Düzdür. İndi bura baxıram. X vuraq 30%. Bölək, məsələn, 100%. Bərabər eləsəm 60-a. Görək neçə alırıq indi. X E, plusun 30% aha. bölünsün Bundan bu 100 qədər 2. X elədi faiz 200. bərabər 60%. X 200. bərabər 200. İndi bura baxın. X vuraq. Baxın, 60-ı qoyanda 200 aldıq. Görək, baxın, indi bura. X vuraq 20%. Bu da Bölək bölünsün 100%. Bunu da 100 gəlin 40-a bərabər. Görək 200 ala bilirik. 2. X elədim 200. Aha. bəli Baxın. Deməli, 200-ə. həqiqətən də bura eləyir 30%. Baxın, belə yanaşmaq lazım da. Görsün, mən bir dəfə 50%-i yoxladım. Dedim, bəlkə ola bilər. Bu da oldu 20%. Deməli, mənim ən böyüyüm bura eləməlidir. Düzdür? 50%. İndi baxır, toplam neçə olmalıdır? Toplam 400. 200. 200 hə. 200. Yəni 60, üstə gələk x, belə 40, üstə gəl x neçə olmalıdır? 200 olmalıdırsa, burada x hansı ədəd olacaq? 100, üstə gəl x bərabərdirsə 200-ə, x də eləməlidir 100. Allah. Burada elədi neçə? 100. Всё. Deməli, indi baxırsınız, mənasına baxın. Bura 100-dür. Bura 50% olacaq. Bura biri olacaq 30%, biri də olacaq 20. Toplamı da eləməlidir 200. Tamam. Oldu cavab 100. Cavab olur C variantı. Başa düşmədiyiniz nəsə var? Baxın, yoxlamaq lazımdır. Bura 1 Yox. yazıram. Ay mama sakit. Burada Hə. yazıram 2. Əla. Başa düşdünüz indi? Hı -hı. Əla. Başa Sual düşdüm. yoxsa keçirəm digərinə. Yəni bunları artıq məncə demir. Bu 3 ilə 4-də sual yoxdur ki. Bunlar artıq pay diaqramlarıdır. Yəni Aha. belə də. Yəni bunlar rahatdır. Dairəvidir. İndi pay Haydi. dedim. Pay dediyim yəni dairəvidir. Bu da histoqramdır da. Yəni sütun. Birinci histogramdır, düzdür? 1, bu, 3. Hə. 3 Aha. histoqramdır müəllimə. Aha. Müəllimə 3 Dairə dairə. deyil. Dairə. Dairədir də. Dairədə. Histoqram dedikcə ona görə deyirəm. Aha, Dairə yox. müəllimə. Birinci Dairə. sütundur. Aha, düzdür. Bu birisi sütundur. Sütun histogram da yəni. Bəli, bəli, bəli. 4 hə, Aha. histoqram. Artıq onlar rahatdır. Keçirik növbəti sualın izahına. Gəlirəm 5-ə. 5-də görək nə deyir? Əvvəla bizə deyir ki, Excel-də nəsə bunlar verilib və əsasən diaqram yaradılıb. Yaradılan diaqram aşağıdakı formadadır. Tamam. Diaqramın tipini indi burada məsələ bunları oxumaqdır. Burada neçə olub bura? Bir dəqiqə, Ə, görüm köhnə kitabda nə var burada? Deyim də müəllimə, hansını deyirsiniz, Deyim. deyim. Bax, ümumiyyətlə bu hansı ədəddir? Birinci 150-də dayanıb. Aha, bura 150. Çünki buranı Aha. heç biri göstərmir. 150. İkinci 200-dən 250-yə çatmır. Elə 250 ilə 200-ün arasında. Harsda 240 falan eləyir də. Hardasa 240 yazaq bura. Bura O biri neçədir? 300. 300-ə də tam, elə 300-ü biraz keçib, harsa 330 falan edir. 350 ilə Yox, 330. 330 deyil. Burada mən köhnə kitabdan baxıram. Bu birisi neçədir? Hardasa 340-dır. Çünki 300-dən 350 arasındadır. Təxminən deyirəm, amma təxmini 340-a. Çünki orada 10 elə bilirəm ki, dərəcə aşağıdır. 10. Bu neçədir baxaq. Deməli, bu da 100 ilə 150 arasındadır. Amma tam ortasında deyil. Təxminən 100 ilə 150 arasında olsa təxminən 120 götürəcək bunu da. Təxmini. Ha, belə. İndi bura baxırsınız. Deyir ki, hansı diapazon əsasında qoy. Diapazonu tapacaqsınız bura. Ya bu üzrə baxmalısınız, ya da ki bu.
İndi məsələn gəlirəm A variantına. A2-dən A5 diapazonuna baxıram. A2 A5 diapazonuna baxsam heç cürə düz gəlmir. Əvvəla baxın məntiqlə yanaşırıq ki, bu diapazonda 2019 var, deməli bu zaten ola bilməz. İndi Hı hı. baxıram C2-dən C5 diapazonuna baxıram. C2 C5 diapazonuna baxıram görüm. Biri 160-dır, biri 240. Burada heç 160 var, amma bizdə 160 deyil. O, bizdə 100, yox, elə bu 160 deyil müəllimə baxın. Orada 150-dən yuxarıdır. Aha. Tezdə baxsanız, bax çünki indi mən baxdım. O 150-dən yuxarı 160-dır. Aha. Görərsiniz orada. Deməli baxıram burada 160 varmı? Var. 240 gəlir. 340 və 120. Görürsüz rahat sual idi artıq bu. Hı hı. Bunu düzəndə birincidən, yəni əvvəldən sona doğru düzmək lazımdır. Baxın bu formada. Məsələn bu olur diapazon budur. C2-dən C5-ə. İndi yaxşı deyərsiniz ki, niyə? 160'ın qabağına x qoyuram. 240'a, Aha. 340'a, bir də 120'yə də tapdıqlarımıza. Sonra Bəli, neyini? bəli. Heç nə. Götürürsüz cavabı. C2-dən C5-ə qədər diapazonu Hə, götürürsüz. C2 Cavab hə, olur düzdür ki. müəllimə. Asandır. Məsələn, D C2 C5. variantı da ola bilməz. Bu asandır, rahatdır ki, yəni baxın bura baxmaq lazım ki, D niyə ola bilməz? Çünki əvvəla 340-dan başlayıbdı. Hı Bu hı. heç görürsüz 160-dan başlayıb Hı. birincidə. Aha. Ha, baxın nömrəyə də baxın burada 1 2 3-dür. Bax bu formada da nömrələnibdir. Belə. Düz. Sonra keçirin növbəti sualın izahına. Deməli Burada burada müəllimə, birinci bunları eləməliyik, sonra. 6-cı sualda Aha. 6-cı sualı bəli yerinə yetirmək lazımdır. Dənə-dənə hər birini. İndi baxırıq bura. Mən deyim müəllimə bunu. Deyin, Elə deyin mən yazım. haqqında aşağıda verilmiş şəkli əsasən aşit eşit yazılmış seçilir və ardından Buranı insert istəyir. əldə edilmişdir. Artıq bura baxırsınız elə. Aha, nə istəyir? Qoy bir dənə A2 D2-ni istəyir müəllimə. Aha. O necədən x 8 ki? Niyə? Çünki sual işarəsi baxın. Deyir gedin buranı tapın. Hətta oranı istəyir. Hə, C-ni A1. tapın. A1 C-ni. neçədir müəllimə? 2-dir də, düzdür? Düzdür. 2 vurulsun 4, üzərinə gəlinsin 1. Sonra Aha. vurulsun A1 2-dir. Aha. 2 üzərinə gəlsin 2. Bu deyəcək 9 Aha. vurulsun 4. Eləyəcək 36. Düzdür? Aha. Baxırıq. Deməli A1 A1 2-dir. 4-ü 2 vurdum. 8 9 30 9 36 38. Elə dediniz? 36. Müəllimə 9'dan 36. 2 vur 4 8. 8'in üstə 1 gəldi 9. 9 dəfə də 4'ün 36. və 2-ni gəldiniz üstünə. Hə. Və 2-nin üstə 2 gəlib sonra vurdum 9'u vurdum 4'ə də. Aha. Baxın müəllimə. Hı -hı. 2 budur. Düzdürmü? A1 2-dir. Hı -hı. 2-ni vururam 4 eləyir 8. Üstə gəldim 1. Elədi 9. 9-u 9. vurdum 2-yə. Üzərinə gəlirəm 2-ni. Baxın. 9'u vurduq 2'yə elə 18. 18 Üzərinə 20. gəlsin 2 elədi 20. Bir də bax. Düzdür? Siz neçə demişdiniz? Mən 36. Mən elə bir toplayıb 2 4'ə vurmuşdum Yox 9'u. müəllimə. Baxın bu vurmadır. Bu Hə, mən hə, düzdür, kitabda düzdür, baxın. düzdür. Düzdür. Buradan vurma olmaz. Sonra B1 4'dür. Ha, 4 vurulsun 20-dir müəllimə. 2. Bax bura 20-dir. Mən kitabda da baxdım çünki Aha, hə. köhnə kitabda 20-dir. Dəqiqə yazaq bura 20. İndi digərini deyin. 4 vurulsun 2, üzərinə gəlinsin 2, vurulsun, bu da Mhm. eləyəcək, 4. deməli 4, 40. düzdür? Aha. Eləyəcək 8, üstə gəlsin 2, 10, 10 da 4-ə vurdum 40, bu da elədi Aha. 40, İndi 20 bura bura, da baxın. Mhm. 40 bura, A1 eləyəcək 2, Mhm. vurulsun, C1 eləyəcək, deməli C1 yoxdur da, C1 hələ ki Yox. sualdır, düzdür? X-dir. X-dır. Üzərinə gəlinsin. B1'imiz elədi B1. B1'imiz elədi 4. Vurub açaq 4. elə bunu qısaca. Aha. Aha. Neçə Olacaq elədim A1 elə? nədir müəllimə? 2. Üzərinə gəlinsin. Vurulsun. X. Düzdür? Bəli. 2x. Üzərinə gəlinsin. Neçə elədi? 2x. 4x biri 4 8. hardan aldınız müəllimə? Necə? 4'ü hardan aldın? 4'ü 2-ni hardan 2-yə vurdum aldınız? elədi 4. 2-ni 2-yə vurdum 4x. 4-ü 2-yə vurdum elədi 8. 2 orada 4. Baxın A1. A1-də A1 vuraq 2 müəlliməm. A1-i 2 verib də baxın. Aha. Aydın olmadı. Aha, aydın oldu. Elədi İndi 2 üzərinə gəlinsin 4, bu da vur 2. Eləcə 4x də gəlinsin 8. 8. X də bərabərdir. Heç nə. Yox, E, yox. 4x necə? 8. Hələ 4-ə. ki heç nə. Yox, yox müəllimə, hələ ki Aha. belə. Belə saxlayırsınız. İndi sonrasına baxın. Bunu belə yerinə yetirdiniz.
Hı. Buna bizə, bax bu faizləri bizə boşuna verməyib bura. İndi bura 40%dir. Mən kitaba baxım. 40% buradır. Aha, 20 Burada faiz 40 o biri. faizdir. Aha. Deməli, burada 20% verib, Aha. düzdür? İndi Aha. faizləri bölgüləmək lazımdır. İndi diqqətiniz burada olur ki, burada bir məqama çox fikir verin. Burada 40% ilə 40% bərabərdir. İki dənə Hı. böyük ədəd bir-birinə bərabərdir. Bir dənə kiçik var burada. Düzdür. Bura baxırsınız ki, bu 20-dir, bu Hı. 40-dır. Hı hı. Düzdür? Aha. Deməli bu 20 40-dan azdırsa, deməli zatenlə bura 20% olacaq. Bəli. Baxın, bilirsiniz də? Yəni ya da ki, Aha. gedib belə baxın, yoxlamaq lazımdır. 20%-ə vurursunuz. Yenə də bölüb 20 100% bərabər 20-yə eləsəm, baxın, 20-yə eləsəm, həqiqətən də cavabı burdan 100 bir dəqiqə. X-i vurdum, neçəyə vurdum? X-i vurdum 20%-ə. Böldüm 100-ə, 20-yə bərabər eləyirəm də. Buradan almalıyam mən neçəni? 100-ü. 100. Düzdür? Bəli. Buradan da baxın, bu birinci hal. İkinci halda da çevirsəm yenə də 100 alacağam. Deməli, bura 20% olur. Bax, bu hissə oldu 20%. Bura oldu 40%. Deməli, o yüzden burada 40% olacaq. Bildiniz də niyə? Bəli. Aha. İkisi dedim bir-birinə bərabər oldusa, 4x plus 8-i də bura 40%-dirsə əgər, baxın 40%-dirsə, həqiqətən də 40%-i gedib çevirəndə, elə baxın, bunun özü neçə olmuş olacaq? 40 olacaq da, 40-a Hı. bərabər olacaq. Ədədi çevirəndə 40-a bərabər olacaq. 4 bərabər 32, o da eləyəcək 8. Aha, 8. Başa Varmı? düşdüm. Sağ ol. Bəli. Keçir indi bura. İndi bunu. 7-ci sualda Mən nədir? deyə bilərəm müəllimə. Əlbəttə, Burada buyurun. şəkildə verilmiş diaqram hansı diapazonu əhatə edir? Hı -hı. Bəli, hə bu da elədir də tapmaq. Bəli, bəli. Aha, 7-cidə Hı deyir ki, -hı. şəkildə verilmiş diaqram diapazonu əhatə edir. Aha, Deməli 3500 burada da 800-dür də. aha, Baxsaq müəllimə budur da amma B2 B böldü. aha. Nə tez tapdı cavabı? Düzdür? Müəllimə, Buradayam. Burada cavabı nə tez ay tapdı? müəllimə. Bəli, buradayam. Gəlmir səsim. Müəllimə səsim Eşidirsiniz gəlmir. müəllimə? Buradayam, burada müəllimə, buradayam. Buradayam. Mənim internetim gedir, o yüzdəndir. Üzürlü sayısı olur. Gəldi səsim. Səsim gəlir müəllimə. Ay müəllimə, səsim gəlir. Müəllimə, səsim gəlir sizə. Müəllimə, səsim gəlir. Eşidirsiniz müəllimə? Bəli, bəli, eşidirəm. Müəllim, üzrü sayın. Mənim internetim gedir, sizin də səsiniz gedir.